Təqribən 2800 il əvvəl Həsənli təpəsində yanğın baş verib. Nəqədəyə yaxın bir qala ki 8000 il davam edib. Amma axırıncı gecəsi əbədi olub. Yağılar gəldilər, nəffət üçün, bəlkə intiqam və yerlə yeksan etmək üçün. Atların səsi, insanların qışqırığı. Bir təpə ki, bir zamanlar tərəqqinin nişanı idi, birdən alovun içində yanıb getdi. Ən dəhşətli kəşf bir yeraltı çuxurda olub. Həsənli aşiqləri. İki skelet, biri qadına, biri kişiyə aid. Ölüm ağzına gələndə tüstü və dəhşət hər yeri almışdı. Amma qaçmaqdan əl verib biri-birini qucaqlayıblar. Bu 2800 illik qucaq ki, kül və qan qoxusu verir. Onlar bir-birlərinin qucağında qalıblar, susqunluqda ölümlərini qəbul ediblər. Bu son bir görüntü ki, göstərir ki, hətta tarixin ən qaranlıq anında da adam bir nəfərə pənah aparır. O nəfər sənin üçün kimdir? Əgər Azərbaycanın sir və möcüzələrinə əlaqən varsa, bu səhifəni təqib et.